Salam, yeni videoma xoş gəlmisiniz. Bugün dəyişiklik olsun deyə uzun video çəkirəm və məndən həmişə istəyirdiniz ki, niyə uzun video çəkmirsən, hər səsli videomun altına yazırdınız. Ona görə dedim ki, bugün dəyişiklik olsun deyə sizə uzun video çəkim. Doğrusu mən uzun deyirəm, indi montaj eləyəndə bilmirəm 5 dəqiqəlik mi olacaq, 3 dəqiqəlik mi olacaq. Yəni inşallah ki uzun olar. Bunu artıq üstümdə çox görmüsünüz və əslində çox görmüsünüz, yəni 2 dəfə video çəkmişəm də bundan deyəsəm. Nəysə də, amma yəni çox rahatdır da, belə geyinirəm, çıxıram, vəsiyo. Bir də gedirik səhər yeməyimizi yeməyə. Burada oturacaqdıq keçən dəfə oturduğumuz yerdə, amma dedilər ki, gedək orada oturaq. Oturub səhər yeməyimizi yeyirik. Zeytun mənim ən sevdiyimdir. Amma yaşıl zeytunu daha çox sevirəm. Orada appendir heç sevmirəm, yəni ürəyim bulanır, çox duzludur məncə. Normalda pomidor yumurtanı hər yerdə sevmirəm. Amma burada sevdim. Sosiska da var, amma mən sevmirəm. Buradan evdən də gələnlər var. Yəni kafeçdə qalmalı bu şərt deyil. Restoranı deyirəm. Kafeçdə qalmalı bu şərt deyil. Evdən falan da gələnlər var. Yəni burada yaşayanlar da hər biri. Ay Allah. Belə şeyləri çox sevirəm. Məncə tam olaraq başqa vibe'dir bura. Su falan çəkildi, amma yenə də məncə nə bilim tam olaraq başqa vibe'dir. Biz bura 2019'da da gəlmişdik. Amma ki yəni bura indi daha gözəldir. Yəni remont olunub falan tam olaraq dəyişib. Yəni baxın, şirlər. İndi əvvəl burada dovşan da var idi. Amma indi dovşan yoxdur. Amma onun yerinə belə şirin kirpi var. Gedəcəyik başqa yerləri gəzməyə. Amma mən istəyirəm ki, gedim cins şortikumu geyinim. Çünki yəni bununla rahat olmayacaq məncə. Bəlkə də demişdim, rahat olacaq. Nəysə. Gedək əynimizi dəyişim. Eyni zamanda günəş kremini də vurmalıyam. Çünki hava günəşlidir. Mənim də günəşə qarşı allergiyam var. Güzelim. Tekten qutar. Şortiklə belə bir sadi kofta məncə ən gözəl kombindir, ən rahat kombindir. Spreyimi də qoymuşdum bura, amma bayaqdan axtarım, tapa bilmirəm hardadır. Tapdım sonunda. Bu arada bu çox vanilli və şirin qoxudur. Yəni əgər vanil, şirinli qoxular sevmirsinizsə, məncə bunu da sevməyəcəksiniz. Amma mən ürəyim gedir belə qoxulardan ötürü. Bunu da gərək dünən şəkilləndirərdim. Yəni heç bilinmir də burada yəni buruq oldum. Bilinir əslində buzda nəysə də. Şimdi bana gətirdik ki, gəzdirək. Hazırlaşdıq. Gedirik Lerkə. Rahat. Emeğinizde emeğin. Hayır, yakışıklı mı böyle? Rahat. Sökelim. Bəli, çatdıq. Göstərik size şalanəni. Hər biz 1 saatı gəldik də yəni bu. Əslində nə yalan deyək ki, bu şəlaləni əldə bəyənmədiyimizə görə başqasına gedəcəyik. Baxın, bu maşından gedəcəyik, çünki belə maşınlar o tərəfə çıxılmış. Bir maşından gedəsi olduq. Fazla yok. Hələ biz buradan aşağı düşəcəyik. Hələ bir də buranın qayıtmaq da var yəni. Belə yerlərdən keçəndə fikirləşirəm ki, görəsən ayağım sürüşsə, suya düşsəm nə olar? Burada artıq minirik maşına və gedirik təbəssümə. Burada bir neçə maşın var ki, yəni bura gələ bilərsiniz. Əgər öz maşınınızla gəlirsinizsə, gəlməyin. Çünki yəni maşınınız darmadağın olacaq. Hətta burada bir dənə maşın var idi ki, yəni irişmişdi, özləri ilə gəlmişlər, gələ bilməmişlər. Gəldik təbəssümə nənənin istəyi ilə. Buralar çox sərindir. Rakuşkalardan qızılıb. Stullar da var, baxın. Baxın, görün nə gözəldir buralar. Həm çəkirəm, həm də düşürəm deyə elə bilirəm bu dəqiqə yıxılacam.
Can, indi qalxır yuxarı ki çay çək. Geldim eve, şimdi bir saat falan uzandık çünkü hakikaten çok yorulmuştuk. Şimdi geldik günorta, akşam yemeğimizi yemeye. Yemək yeyərkən siz bu yorumu gördüm və o qədər sevindim ki, həqiqətən də çox motivasiyaya gəldim. Çox təşəkkür edirəm. Təkcə bu deyil, başqa yorumları da görürəm və o qədər sevinirəm ki. Tutaq ki, Simba, yəni pişiyimizi nəzərdə tuturam, qapının ağzında dayanıb bizi gözləyir. Ona görə biz də çıxartdıq ki, biraz gəzdirək. Kiminsə də az gündür. Mən də təbrik edirəm. Və gəlirik otağımıza ki, mən girim səsləndirmə eləyim və bu videonu paylaşım artıq.